Bugünkü videoda Qarabağın Çempionlar Liqasının playoff mərhələsində rəqibi olan Newcastle United klubunu daha yaxından tanıyacağıq. Newcastle United klubunun güclü və zəif tərəflərinə baxacağıq. İlk olaraq Newcastle United Çempionlar Liqasının liqa mərhələsində 8 turda 4 qələbə, 2 heçəcə, 2 məğlubiyyət alıb və 14 xalla 12-ci sırada bitirib. Çempionlar Liqasının liqa mərhələsində bu nəticə ilə başa vurub. Newcastle United klubunu 2021-ci ildən etibarən Eddie Howe başçılıq edir. Eddie Howe ümumilikdə Newcastle Uniteddə 211 oyunda məşqçilik edib və bu oyunların 108 qələbə, 41 heçəsi və 62 məğlubiyyət qeydə alınıb. Eddie Howe'un ən çox üstünlük verdiyi oyun sistemi 4-3-3 sistemidir. Bəzi hallarda isə 4-5-1 sistemindən də istifadə edir. Newcastle United'in güclü tərəfləri əsasən fiziki cəhətdən güclü futbolçuların çox olmasıdır. Misal olaraq Joelinton, Bruno Guimaraes və Sandro Tonali'yi qeyd etmək olar. Klub həm də fiziki gücə əsaslanan pressing oyunu oynayır. 90 dəqiqə ərzində rəqibi təzyiq altında saxlaya bilir. Bu halda bir çox rəqib komandalar bu güclü pressingə tab gətirə bilmir və müdafiədə səhvlərə yol verirlər. Klubun digər üstün cəhətləri əsas heyətdə oynayan cinah futbolçuların sürətli olmasıdır. Xüsusilə Trippier və Anthony Gordonu qeyd etmək lazımdır. Digər üstün cəhəti isə əsas heyətdə təxminən 80% hündür boylu oyunculardan ibarət olmasıdır. Bu da standart vəziyyətlərdə klubun təhlükəli olması deməkdir. Newcastle United'in zəif tərəflərinə gəldikdə isə klub texniki komandalara qarşısında çətinlik çəkir. Yəni topu daha çox sahib olan komandalar Newcastle United'i yorur və daha sərt müdaxilələrlə səbəb olur. Klub hücumlarının böyük hissələrini cinahlardan qurduqda arxa zonalarda boşluq yaranır və rəqib sürətli hücumlar zamanı Newcastle United'in müdafiədə səhvlər buraxır. Qarabağ üçün bu oyun ən çox vacib məqam oyun tempini aşağı salmaqdır. Belə olan halda Newcastle United futbolçuları sərt müdaxilələr edəcək və bu da qırmızı vərəqə, hətta Qarabağ penalti qazanma şansına səbəb ola bilər. Bundan başqa Newcastle United Çempionlar Liqasından yaxşı çıxış etsə də, Premier Liqada işləri o qədər də yaxşı getmir. Klub bu mövsüm Premier Liqada keçirdiyi böyük oyunların çoxunu uduzub. Hal-hazırda 24 oyuna 33 xal toplayıb və 11-ci sırada qərarlaşıb. Bu da klubun gələn mövsüm Avrokuboklardan kənarda qalması ehtimalını artırır. Zədələnmiş oyuncuların çox olması Newcastle United'in Premier Liqada zəif çıxış etməsinin əsas səbəblərindən biridir. Newcastle United Bakıdakı Qarabağ oyununun ardından 3 gün sonra səfərdə Manchester City ilə qarşılaşacaq. Bundan əlavə Premier Liqadan çətin oyun qrafiki var. Əgər Newcastle United gələn mövsüm Avrokuboklarda iştirak etmək istəyirsə, mütləq şəkildə oyunlarının çoxunu qazanmalıdır. Həmçinin FA Kubada da Avrokubok şansı olduğu üçün Qarabağ oyun öncəsi çətin Aston Villa qarşılaşması onları gözləyir. Newcastle United'in əsas oyun planı Anthony Gordon və Bruno Guimaraes üzərində qurulub. Anthony Gordonun zədəli olması ilk oyun üçün Newcastle United'in işini çətinləşdirir. Onun 11 fevralda zədəldən qayıtması gözlənilsə də ilk oyun riskə atılması ehtimalı azdır. Bundan əlavə Joelinton zədəli olması Qarabağ üçün üstünlükdür və onu da qeyd edək ki, ilk oyunda iştirak etmə şansı aşağıdır. Qarabağ üçün digər üstün cəhəti isə Newcastle United'in müdafiəsində Livramento və Fabian Schär'in zədəli olmasıdır. Bu, Newcastle United'in müdafiəsində müəyyən boşluqların yaranması deməkdir. Məncə Newcastle United Bakıda ilk oyunda çox risk etməyəcək və ilk oyun üçün bərabərlik onlar üçün yaxşı nəticə sayılacaq. Çünki Qarabağ oyun öncəsi Aston Villa ilə kubok oyunu var və Bakıdan 3 gün sonra isə Manchester City ilə Premier Liqada qarşılaşması var. Qarabağ ilk oyunu mütləq qalib gəlməlidir. Əgər Qarabağ öz meydanında qalib gələ bilməsə, səfər oyununda çox çətin olacaq. Qarabağımıza hər iki oyunda uğurlar arzu edirik. Bugünkü videonun da sonuna gəldik çatdıq. Sağ olun, salamat qalın.